Salam gözəl insanlar, hər vaxtınız xeyirli olsun. Gözəl bazar günüdür, günəşli, quşların səsi, möhtəşəm bir gündür. Hər birinizə sevgi dolu, gözəl bir gün arzulayıram. Dostlar, qrupumuzda maşallah olsun, kifayət qədər varıq. Müzakirə edə bilərik, suallar verə bilərik, özümüzə hətta danışa bilərik. Qrupu sırf o məqsədə açmışam ki, hər kəs danışsın, müzakirə eləsin, öyrənək. Çünki elə bir zamanda yaşayırıq ki, buradakı bugünkü dövrdə bir ilimiz keçmiş dövrlə bəlkə 100 ilə bərabərdir. İnkişafın tempi, texnologiya, indi insanı qabaqlayan süni intellektlər, zəkalar, proqramlar görürük biz, ChatGPT-dir, DeepSeek-dir və s. daha da arta gedir. Bu dövrdə insan beyni gərək daha çox aktiv olsun. Çünki beyin, zehin bir an dursa passivlik edəcək orada. Biz belə elə bir varlığıq ki, beynimiz komforta daha uyğundur. Çalışır komfort getsin, rahatlıqda istəyirik qalaq. O da əslində beynin qoruma mexanizmidir. Beyin istəyir ki, rahatlıqda qalasan, birdən sən irəli gedərsən, birdən sən risk edərsən, sən rahatlığından çıxa bilərsən və yaxud rahatlığı itirə bilərsən və s. belə bir proqramımız vardı. Bütün insanda belədir. Əslində bu bizim instinktimizdən irəli gəlir, sağ qalmaq instinktimizdən. Yəni komfortdayıqsa sağ qala bilərik. Ancaq beyni irəli aparmaq lazımdır. Biz nə qədər düşündükcə, oxuduqca, öyrəndikcə, təcrübəmiz artdıqca daha da irəli getmiş oluruq. Bunu özümüz həyatı boyu da hiss edirik. Ona görə bir müzakirə eləmək çox önəmlidir. Bəzən belə bir ifadə də var, bilərsiniz, brainstorm deyirlər, yəni beyin fırtınası. Beyin fırtınası nə vaxt əmələ gəlir? Düşünəndə, fikirləşəndə, 1 nəfər, 2 nəfər, 5 nəfər, 10 nəfər, 60 nəfər bir yerdə olanda, düşünəndə daha çox bir fikirlər irəli gətirə bilərlər, daha çox irəli gedə bilərlər. Çünki zamanımızın inkişafı, texnikası da əslində brainstorm əsasında irəli gedir. Bu bir tək nəfərin, adamın düşüncəsi deyil, bir çox adamın düşüncəsindən irəli gələrək inkişaf gedir. Mən bir şey dedim sizə, elə yeri gəlmişkən yadıma düşdü. Bu eyni zamanda sahibkarlar üçün də çox gözəl bir məsələ ola bilər. Bir iş yerində işçilər deməli hər hansı bir məhsul istehsal edirlər. Məhsulu qəzetə bükürlər və qablaşdırırlar, onu o cür paketləyirlər, satış edirlər. Bir müddətdən sonra görürlər ki, satış azalır və buradakı olan iş adamları və yaxud səhmdarlar, payçılar bir müddətdən bir görüşürlər, onlar bir yığıncaq edirlər. Yığıncaqda hər kəs bir ideya irəli sürür. Burada amma əsas iclasın ən əsas qaydalarından biri odur ki, heç kəs bir kəsin irəli sürdüyü bir ideya bir qarşı çıxmasın, onu bir tənqid eləməsin, lağ etməsin onu. Yəni əsas prinsip bundan ibarətdir. Və deyirlər ki, necə edək ki, bu inkişafımız daha da irəli getsin. Çünki bunlar qəzetə oxuyurlar və inkişaf istehsal azalır. Onlardan biridir ki, işçinin gözünü çıxarda onda. Və bunlar həmin bu fikir üzərində müzakirə edirlər, bir ideya ortaya çıxır. İdeya nə olsa yaxşıdır. İdeya olur ki, kör işçi işə götürək. Və işçinin gözünü çıxarmaya ehtiyacı yoxdur. Bu işçiləri müəssisədə başqa bir yerə yönləndirilər, kör işçilər işə götürürlər. Kör işçi artıq qəzeti oxumayacaq, istehsal artıq əvvəl kimi daha da sürətli gedəcək. Deməli, brainstorm çox önəmlidir, düşünmək. Çünki insan düşündükcə daha da irəli gedir. Yəni bu qrupu baxmayaraq ki, yaradan mənəm, amma qrupu dəyərli edən sizin varlığınızdır. Allah hər birinizi var eləsin. Uğurlar olsun hər birinizə, gözəl bir gün diləyirəm. 4 dəqiqə danışdım, yeri gəlmişsə onu da deyim ki, inşallah 24 mayda 2 günlük dəyişim təliminə başlayıram. Dəyişim təlimi başdan başa praktikalarla olacaq. Yaş 12 yaşından yuxarı yaşacan nəzərdə tutulub. Yəni burada övladlarınızın da, uşaqlarla gəlmək çox effektlidir. Bu dəyişim təlimində hər kəs öz dərsinə, işinə, bütün hər bir həyatda elədiyi hər bir işə daha da fərqindəlik kimi yanaşacaq və özündə həqiqətən də böyük bir dəyişiklik hiss eləyə biləcək. Bununla bağlı post və videolar da paylaşılacaq. İndən bildirirəm ki, xəbəriniz olsun. Qiymət də çox münasib bir qiymət olacaq. Uğur olsun hər birinizə. Sağ olun, salamat qalın.